Bura Qovlar şəhəridir. Qovlar şəhəri parkın önüdür. Tovuza gedən yolun kənarıdır. Diqqətlə baxın. Bu Niv avtomobili səkinin üstünə çıxıbdır. Vətəndaşlar burada səkini bağlayan Nivanın başını hərrənməlidir. Avtomobil yoluna çıxmalıdır və başına çıxıb təzədən yola davam etməlidir. Bugün 24 Mart 2025-ci il tarixidir. Bura Qovlar şəhərinin istirahət parkının önüdür. Görürsünüz ki, burada bir Niva markalı avtomobil piyada səkisini zəbt edibdir. İnsanlar səkidən yox, birbaşa avtomobil yoluna çıxmalıdır. Təhlükə mənbəyidir. Siz də görürsünüz. Burada bu avtomobil səkini zəbt edibdir. Dövlət qeydiyyat nömrə nişanı yoxdur. Bu avtomobilin dövlət qeydiyyat nömrə nişanı 60 bu 480'dir. Belə insanlara nə ad vermək olar? Əgər piyada səkisi insanlar üçünsə, bu avtomobili səkiyə çıxartmağın nə mənası var? Belə insanlara ağıl vermək lazımdır. Belə insanlara həmişə irad bildirmək lazımdır. Mən də öz növbəmdə iradımı bildirirəm.